28 may dedikdə nə başa düşürsünüz? 28 may deyəndə ağlınıza nə gəlir? Metro. Yəqin ki metro gəlirdi. Çox sağ ol. 28 may deyince alışveriş yeri, 28 Mall, metro, yani Bakı'nın merkezi. Bayram günündə xanım. Yaddaşımdan sildi. Bakının bayramıdır. Sizə nə bayram bilirsiniz? Onu deyə bilmərəm valiyat. Bayraqdır nədirsə. Azərbaycan Respublikasının qələbəsi. Nə də? Qorxmayın bilət. Yaxşı eləyib. Əcəb eləyib. Nə bilirsiniz bayramları? Sən sabah evdəsiz də, məktəb yoxdur. Nə cür edə bilmirsən? 28 may nədir? Sinifin tik-tukeri Orzovsul Xancəri. Bilmirsiniz 28 may günü nə günüdür? Elə qurtuluş. Qurtuluş günü. Qurtuluş günüdür. Qurtuluş günü. – 28 may Azərbaycan ordusunun bayramıdır mənə gəlir. Nə? 2 sənə var. 100%. Sən o şampon tapmışam heç kimə deməcəm. Yana dönərsən bizdən. 28 may nə gündür bilirsiniz? Konstitusiya günəzin. Həmrəylik günüdür elə bil ki. Hə, yoxsa yoxmu? Bayram sayılır, Qadın günü sayılır. Hamı gedir gəzintiyə, konsertlər verirlər, gəzinti milli parklara gedirlər, əllərində şar, bayram. Bu gün bayram – 28 may ilə bağlı. 28 may nə gündür bilirsiniz? öyrətmən deyəm. May nə? Aa